Tərtər hadisəsi doğrudan da dəhşətli bir hadisədir və təəssüf ki, onun nəticələri heç bir şəkildə aradan qaldırılmayıb və nə onu törədənlər, nə onu törədənlərin başında dayananlar heç kim cəzalanmayıbdır və hətta bir çoxları vəzifələrində də qalmaqda davam edirlər və yəqin ki, müasir Azərbaycan tarixində ən dəhşətli hadisələrdən biridir və bəlkə də birincisidir. Çox dəhşətli hadisədir, çox qəddar, çox qeyri-insani, çox xalqa qarşı bir düşmən münasibətindən ortaya çıxan bir hadisədir və bunun ölkəmizdə olduğu, bunu güya ki, Azərbaycan vətəndaşlarının idarə elədiyi də bilindiyi üçün ümumiyyətlə yəni heç bir şəkildə qəbul edilən bir məsələ deyil. Ona görə bu məsələdə cəmiyyət tələbkar olmalıdır, mövqeyini bildirməlidir və həqiqətlərin tam ortaya çıxması və bütün günahkarların hamısının cəzalanmasını tələb etməkdə